Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Televiziya böyük təbliğat maşınıdır. Təəssüf ki, bugün bu maşının sükanı naşların, təsadüfi adamların, efir müqəddəsliyinin və təsir gücünün nə olduğunu anlamayanların, dəyərlərimizi pul qazanmaq üçün ayaq altına atanların, aparıcılıq sənətinə xələl gətirənlərin əlindədir. Ədəbsiz, nalayiq, tərbiyəsiz adamların müğənni statusunda efirlərdə meydan sulamasının, onlara qadağa qoyulmamasının, TV qapılarının hərəkətini özünü bilməyən bu cür ünsürlərə, müğənnilərə açıq olmasının nəticəsidir yaşananlar. Buna görə mövcud durum bu haldadır. Xəbər verilir ki, bu sözləri aparıcı Salih Bağırov sosial media hesabında yazıb. O, televiziya rəhbərlərinə və aidiyyəti qurumlara səslənib. Televiziya kanallarına rəhbərlik edənlər, aidiyyəti qurumlar hamı gördüyünü, bildiyini həqiqətini mi görmür? Yoxsa görməzdən gəlirsiniz? Bu laqeydliyiniz apardıqca aparır bizi uçuruma. Nədir məqsəd bu dərəcədə əxlaqsızlıq və mənəviyyatsızlığı təbliğ etməkdə? Niyə bütün imkanlar əlinizdə ola-ola bu tərbiyəsizliyin qarşısını almırsınız? Niyə qadağalar tətbiq olunmur? Ən acınacaqlı halı isə az sayda olan normal televiziyaların peşəkar işçilərinin min bir zəhmətlə yaxşı verilişlərin ərsəyə gəlməsinə əmək qoyanların adlarının ümumi axının içində hamısı eyni şeydir, adı ilə allanmasıdır. Heç kim Erasının bitdiyini, onun sosial şəbəkələrdə uduzduğunu deməsin. Belə olsaydı, bugün televiziya müzakirələri bu cür geniş vüsət almazdı. Deməli, cəmiyyət normal televiziya arzusundadır. Televiziya olanlara etiraz edənlər arasında Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına Şura üzvü Telli Pənahqızı da yer alıb. O, aparıcıların cəzalandırılmasını tələb edib. Müğənnicikləri niyə qınayırsınız ki? Onları müzakirə mövzusuna çevirib biabır edən hər şey qadir olan aparıcılardır. Qadağanı onlara qoymaq, cəzanı da onlara vermək lazımdır. Çalıb oxuyanlara ət dökən suallar verən, onların həyatını eşələyən, gic-gic məsləhətlər verib insanlıqdan çıxaran da elə aparıcılardır. Efiri 2-3 saat dayandırmaq qadağası belə onlara kar eləmir. Bağlayın bu proqramları cənab TV sahibləri. Cəmaatın əsəbi ilə bu qədər oynamaq olmaz. Pulu da halallıqla qazanın. Övladınıza haram yedirməyin. Dili söz tutmayan, dünyanın gərdişini bilmənləri həyatın girdabına sürükləyib reyting dalınca düşməyin. Bu televiziyaçılıq heç show biznesdə deyil. Bu göz görəsi millətə təhqirdir.